Azərbaycan mədəniyyətinin inkişafına misilsiz töhfələr vermiş, qüdrətli sənətkar Üzeyir Hacıbəylinin anadan olmasının 140-cı il dönümünün layiqincə keçirilməsini təmin etmək məqsədi ilə qərarı alıram. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin anadan olmasının 140-cı il dönümünə dair tədbirlər planı hazırlayıb həyata keçirilsin. İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti, Bakı şəhəri, 3 fevral 2025-ci il. Azərbaycan professional musiqi mədəniyyətində bütün başlanğıclar məhz onun adı ilə bağlıdır. Vətənini, xalqını sevən, ona qəlbi və varlığı ilə bağlı olan, hər zaman uzaq görəni ilə mədəniyyətinə xidmət göstərməyə çalışan, maarifçi, vətənpərvər, dahi Üzeyir Hacıbəyli əsrlər, qərinələr keçsə də xalqın qəlbində böyük sevgi və hörmət hissi ilə anılacaq. Çünki məhz bu böyük şəxsiyyətin əməyi sayəsində bugün Azərbaycan mədəniyyəti dünya musiqi mədəniyyətləri sırasında özünə məxsus yer tutur. Üzeyir Hacıbəyli bu sənətkar, o şəxsiyyət haqqında bugün danışmaq həm çətindir, həm asandır. Asandır niyə? Biz onun haqqında artıq qərarlaşmış hansısa ifadələrə üst tuturuq. Yəni, o bəstəkarlıq məktəbinin banisidir, Şərqdə ilk operanın yaradıcısıdır və s. və axır. Yəni, bax, bu məcrada danışmaq mümkündür, amma lazımdırmı? Üzeyir Hacıbəyli bugün necə görünür 21-ci əsrdə? Məncə, bax, bu məsələ daha vacibdir. Yəni, onu hansısa rituallaşdırmaq, hansı bir məcraya, hansı bir çərçivəyə salmaq məncə bugün bu aktual deyildir. Və onu demək istəyərdim ki, Üzeyir Hacıbəylinin o polifonik mahiyyəti, bütün yaradıcılığının, fəaliyyətinin əlbəttə son Azərbaycan müstəqillik əldə etdikdən sonra dönəmdə əldə etdiyimiz o materiallar, arxiv sənədləri ki var, onların işığında daha geniş bir səpkidə təqdim olunmaq tələbatı doğurur. Mən ələlxüsus da Üzeyir Hacıbəylinin Azərbaycan Demokratik Respublikası dönəmində yaradıcılığını və fəaliyyətini, onun mövqeyini nəzərdə tuturam. Bu sənədlər bizə çox şey deyir. Əlbəttə, Üzeyir Hacıbəyli böyük bir bəstəkar idi, amma ilk növbədə bəstəkar olmaqla yanaşı o böyük bir ictimai xadim idi, böyük bir əqidə sahibi idi, hünər sahibi idi və onun yaradıcılığında, onun publisist kimi fəaliyyətində biz onun Azərbaycan tarixində, Azərbaycanın tarixində yeni mərhələdə, bax orada onun rolunu görürük, onun yerini görürük. O, dövrünün çətinliklərinə baxmayaraq, siyasi cəhətdən ən qarışıq zamanlarda belə geri çəkilmədən professional Azərbaycan musiqi mədəniyyətinin formalaşması və gələcəkdə parlaq bir məktəbin təməlinin qoyulması, onun layiqincə davam etdirilməsi üçün usanmadan çalışıb.
O dövr çox gərgin bir dövr idi, ziddiyyətli bir dövr idi. Yəni Azərbaycanda bir növ çox maraqlı proseslər cərəyan edirdi, inqilabi hadisələr fonunda və Azərbaycan milli şüurunun oyanışı, formalaşması, Azərbaycançılıq, türkçülük ideyalarının bərqərar olması, bax bu dövrdə Üzeyir bəy əlbəttə özəl bir yer tutur və onun bu rolu olduqca onu başa düşmək üçün çox vacibdir. Çünki Üzeyir bəy faktiki həmin o turançılıq, türkçülük ideyaları ki vardı, onun carçılarından birisi idi. Bir publisist kimi, bir yazar kimi, bir qələm sahibi kimi o bu məsələlərə öz münasibətini bildirirdi. Azərbaycan Cümhuriyyətinin bir illiyi münasibəti ilə yazdığı məqalədə o çox önəmli bir fikir söyləyir və faktiki o Azərbaycanlaşaq, türkləşək, müsəlmanlaşaq və müasir dünyaya açıq olaq. Bax bu fikri özü də təsdiq etmiş olur. O deyir ki, bizim bu bir yaşlı dövlətimiz türkçülüyün ümidgahı olacaq, İslamçılığın pənah yeri olacaq və bütün dünya mədəniyyətinin bir tərkib hissəsi olacaqdır. Bax, onun amalı bu idi Üzeyir Hacıbəylinin. Şərq aləmində ilk muğam operasının, musiqili komediyaların, şərq və qərb ənənələrini özündə üzvü şəkildə birləşdirən klassik Koroğlu operasının, milli musiqinin məqam nəzəriyyəsinin yaradılması, professional musiqi təhsilinin qurulması, not sistemi üzrə ilk xalq çalğı alətləri orkestrinin təşkili, bütün bu bədii kəşflər gələcək bəstəkar və musiqiçilərin həyat və yaradıcılığında da çox mühüm rol oynadı. O böyük vətəndaş idi. O böyük Azərbaycanlı idi. Azərbaycanın təkcə teatrını, təkcə musiqisini irəli aparmaq, inkişaf etdirmək düşüncələri ilə məşğul deyildi. O həm də böyük bir təhsil ocağı yaratmaq istəyirdi. Ona görə də 20-ci illərin əvvəllərindən artıq musiqi məktəblərinin, konservatoriyanın yaranması kimi mühüm bir işlər, yəni musiqi quruculuğu işi Üzeyir bəyə həvalə olundu və o tam ciddiliyi ilə, böyük bir həvəslə Azərbaycanda milli kadrlar yaratmaq uğrunda mübarizə apardı. Yəni Üzeyir Hacıbəyli sanki gələcəyi görürdü, bir peyğəmbər kimi böyük bir hərəkatın başlanğıcında durdu. Böyük bir təhsilin başlanğıcında durdu. Böyük bir maarifçiliyin başlanğıcında durdu. O məktəbə gedən gənc uşaqları savadlandırmaqla artıq orkestr yaratmaq işi rahatlaşdı. Gələcəkdə xor təşkil etmək işi rahatlaşdı. Üzeyir Hacıbəylinin Azərbaycan tarixində rolu, məsələn, Nizami ilə də müqayisə oluna bilər. Bunu Elmira xanım Abbasova çox gözəl edib, o paralellər aparıbdır. Yəni, əgər Nizami şərq dünyasında intibahı yaradırdısa, renesansı yaradırdısa, Üzeyir bəy artıq 20-ci əsrdə həmin intibahı yaratdı. Özü təkcə Azərbaycanda yox, azından Türk dünyasında, azından müsəlman şərqində bu işi görmüş oldu. İkinci məqam onun o Füzuli ilə müqayisəsidir ki, biz bilirik ki, ədəbiyyatda Füzuli hansı bir işlərə imza atıb, yəni o demək olar ki, ondan əvvəlki ədəbiyyatı ümumiləşdirərək Azərbaycan poeziyasını, Azərbaycan dilini yeni bir səviyyəyə qaldırıb. Həmin sözləri biz Üzeyir bəyə də şamil edə bilərik, çünki o da Azərbaycan musiqisinin, milli ənənəvi musiqinin bütün nailiyyətlərini bir araya gətirərək keyfiyyətcə yeni bir səviyyə fəth edə bildi. Və yaxud Üzeyir Hacıbəyli və Mirzə Fətəli Axundov müqayisəsi, bu da çox maraqlı bir fikir söyləmək imkanı yaradır. Yəni Mirzə Fətəli Axundov Azərbaycanda dram teatrı yaratdı, teatr sənətinin banisi oldu, maarifçilik işlərinə imza atdı və Üzeyir Hacıbəyli də yeni şəraitdə bax belə o Mirzə Fətəli Axundov, başqa bizim görkəmli xadimlərin ənənələrini davam etdirərək Azərbaycanda bax musiqili teatrının əsasını qoydu.
Üzeyir Hacıbəylinin yaradıcılığı daima tədqiqatçıların, alimlərin diqqət mərkəzindədir. Düzdür, bu bəstəkarın əsas araşdırmaçılarından biri Üzeyir bəyşünas alim Elmira xanım Abbasova vaxtilə belə qəribə də səslənsə çox maraqlı bir fikir söyləmişdi. O demişdi ki, Üzeyir Hacıbəyli haqqında təsəvvür edirsiniz, o qədər tədqiqatların müəllifi deyirdi ki, Üzeyir Hacıbəyli haqqında əsas kitab, əsas tədqiqat yazılmayıb və heç zaman da yazılmayacaq. Çünki hər yeni nəsil bu sənətkara bir növ yenidən üst tutacaq və onun ideyalarından təkan alacaq, onları araşdırmaq, onları yeni kontekstdə görmək, bax bu yanaşma üstünlük təşkil edəcəkdir. Və ümumiyyətlə bilirsiniz, böyük sənət əsərlərinin elə bir latent bir məzmunu var ki, bunu Mamardaşvili vaxtı ilə deyib ki, illər ötdükcə həmin o məzmun qabarır, üzə çıxır və yeni cizgilər kəsb etməyə başlayır. Amma onu deyim ki, Üzeyir Hacıbəylinin bədii kəşfləri artıq bərqərar olubdur və bu bədii kəşf anlamı nə deməkdir? Yəni, əgər bəstəkar müxtəlif hansısa üslub cizgilərini, müxtəlif musiqi hadisələrini elə bir yeni şəkildə bir-biri ilə uzlaşdıra bilir və yeni keyfiyyət əldə edə bilirsə, deməli o mühüm bədii kəşflərə imza atmış olur. Üzeyir Hacıbəylinin özündən sonra yaratdığı məktəb və yetişdirdiyi bəstəkarlar nəsli də bütövlükdə Azərbaycan mədəniyyətinin ən parlaq simaları kimi musiqi tariximizin formalaşmasında mühüm rol oynadı. Üzeyir bəyin fədakar və qayğıkeş müəllim kimi göstərdiyi xidmətlər əvəzsizdir, unudulmazdır. Bizim görkəmli bəstəkarımız Cahangir Cahangirov yazırdı ki, 1936-cı ildə 15-16 yaşında gənc idim və teatr texnikumunda oxuyurdum. Musiqiçi olmaq xəyalı məndə heç yox idi. Lakin eşitdim ki, Üzeyir Hacıbəyev xor yaradır və bu xorda səsli oğlanları işə qəbul edirlər. Cahangir Cahangirov xora gəlir, Üzeyir bəy onu yoxlayır, xora qəbul edir, gözəl səsi var imiş və bu xorun içində müxtəlif musiqiləri məşq edərək Cahangir Cahangirovun da içində musiqiçi olmaq rüşeyimi, həvəsi baş qaldırır və ilk əsərlərini yaradır və bu xəbər Üzeyir Hacıbəyliyə çatır. O bir gün məni çağırdı ki, Cahangir, mən eşitmişəm sən nəsə yeni musiqilər bəstələyirsən. Mən utandım, axı mən hara Üzeyir bəy kimi böyük bir dahinin qabağında musiqi göstərmək hara. Lakin Üzeyir bəy israr etdi və mən öz musiqilərimi ona göstərdim. Düşündü, dedi, sənə mütləq savad lazımdır, sənə təhsil lazımdır və Cahangir teatr texnikumundan çıxaraq musiqi səmtinə üz tutdu və ona ilk növbədə konservatoriya daxil olmağa hazırlamaqdan ötürü dedi, səni kimi bir gənc oğlanı sənə müəllim təyin edəcəyəm və o sənə çox şeyi başa salacaq. Həmən gənc də gənc bəstəkar Qara Qarayev idi və Cahangir Cahangirovun ilk xeyirxahı Üzeyir bəy, ilk müəllimi Qara Qarayev və özü isə Azərbaycanın fəxri, iftixarı olan bir bəstəkar oldu.
Bugün biz Üzeyir bəyi həm də Türk dünyasının böyük bir sənətçisi kimi nəzərdən keçiririk. Və bu barədə çox maraqlı faktlar, deyimlər var. Məsələn, mən deyə bilərəm ki, Tatar bəstəkarı Ağamuxamedov öz ilk operettasını yazarkən, onun adı Saniyə idi. O məhz Üzeyir bəydən ilhamlanmışdı. Və yaxud mən oxumuşam ki, 10-cu illərdə, yəni keçən əsrin 15-ci, 16-cı illərində Özbəkistanda bizim truppa çıxış edirdi, bizim teatr truppaları çıxış edirdi və Özbək sənətkarları Leyli Məcnundan, başqa əsərlərdən ilhamlanaraq, təkan alaraq öz musiqili teatr nümunələrini yaratmağa başladılar. Ən önəmli fikri isə Qazax musiqisinin klassiki Əhməd Jubanov deyib. O yazır ki, Üzeyir Hacıbəylini təkcə Azərbaycan bəstəkarlıq məktəbinin banisi adlandırmaq səhv olardı. Çünki Üzeyir Hacıbəyli o zaman, o dönəmdə yaranan bütün milli bəstəkarlıq məktəblərinin banisi adlandırıla bilər. Və bu artıq danılmaz bir faktdır. Çünki həqiqətən də Üzeyir Hacıbəyli azından Türk dünyasının ilk bəstəkarı olub, ilk olaraq yeni bir ənənəyə imza atıb, yəni əsrlərlə şifahi şəkildə mövcud olan professional, ənənəvi musiqi sənətini yeni bir səviyyədə təqdim edib, yəni yazılı ənənə, bəstəkar ənənəsini yaradıb və bununla da Müsəlman şərqində, Türk dünyasında yeni musiqi mədəniyyətinin yaradıcısı olubdur. Üzeyir Hacıbəyli çoxşaxəli yaradıcılığı ilə Azərbaycan mədəniyyəti tarixində silinməz iz qoymuş qüdrətli şəxsiyyətlərdəndir. Ömrünü cəmiyyətin mədəni tərəqqisinə həsr edən fədakar ziyalının yüksək mənəvi estetik dəyərə malik irsi Azərbaycan xalqının 20-ci əsrin ilk 10 illiklərindən vüsət almış ədəbi mədəni intibahının aynasıdır. Üzeyir bəyin yaradıcılığında elə əsərlər var ki, onlar həqiqətən də həm onun yaradıcılığında, həm də Azərbaycan musiqisində yeni səhifədirlər. Bunların içində Aşıq Sayıq əsərini, ona qədər dünya musiqisində Aşıq Sayıq adlanan musiqi olmayıb. Deməli, Aşıq musiqisinə aid bəzi prinsipləri Üzeyir bəy bu klassik əsərə getirərək, əlbəttə onun əsərləri həmişə milli idi, lakin biraz sırf Aşıq musiqisinə aid olan elementləri bu əsərdə göstərmiş, daha sonra fantaziyalar. Mən onu xalq çalğı alətləri, orkestr üçün yaranmış əsl simfoniyettalar adlandırardım. Çargah və şur muqamı üstündə olan bu iki fantaziya öz mükəmməlliyinə görə, musiqinin gözəlliyinə görə, kamilliyinə görə dünya musiqi xəzinəsində ən layiqli yerlərdə birinə tutmağa layiq olan incilərdir. Əlbəttə, Üzeyir bəyin Sənsiz, Sevgili Canan, qəzəl romanslarının adını çəksək, görün bunlar deməli bu janrda ilk əsərlərdir. Yəni qəzəl janrını vokala gətirmək işi də məhz Üzeyir Hacıbəyova aid idi və Üzeyir Hacıbəyev bunu böyük uğurla həyata keçirdi və onun da banisi oldu. Səsidir aşiqə esən.
Dahi Üzeyir bəyin musiqişünas alim kimi də Azərbaycan mədəniyyətinə verdiyi töhfələr çox qiymətlidir. Bu elmi əsərlər, araşdırmalar bugünümüzə qədər də hər bir musiqiçinin dönə-dönə müraciət etdiyi əsas vəsaitlərdən hesab olunur. Üzeyir Hacıbəyli demək olar ki, ilk addımlarından sənətdə o Azərbaycan musiqisinin o gizli qanuna uyğunluqlarını, məntiqini axtarırdı. Hələ 1919-cu ildə işıq üzü görən Azərbaycan türklərinin musiqisi haqqında bu Cümhuriyyətin bir illiyi ilə əlaqədar İstiqlal jurnalında çıxmışdı bu yazı. O artıq orada hansısa öz mühüm nəzəri müddəalarını irəli sürmüşdü. Amma bütün fəaliyyəti boyu o bu məsələyə qayıdırdı. Nəzəriyyə, Azərbaycan məqam sistemi, onun hansısa gizli qanunları, bax bunu üzə çıxartmaq və nəhayətdə 1945-ci ildə onun fundamental tədqiqatı, traktatı, Azərbaycan xalq musiqisinin əsasları kitabı işıq üzü gördü və bu indiyəcən bizim masaüstü kitabımızdır. Bu barədə hətta xarici alimlər də yazırlar ki, məsələn, belə bir sistemi yaradanlar çox az olub. Məsələn, biz Arnold Schönbergin adını çəkə bilərik. Bax, bu sırada Üzeyir bəy də durur. O bir, elə bil ki, bəstəkarlarımıza elə qanunlar məcmuini təqdim etdi. Bu məqamlardan, bizim o zəngin xəzinəmizdən necə istifadə etmək lazımdır. Və Qara Qarayev bu haqda çox gözəl deyir. O mütləq hesab edirdi ki, bəstəkarlar bax, o kursu, Azərbaycan milli musiqisinin əsaslarını keçsinlər və deyir ki, biz başa düşdük ki, o bizim gözəl muğamların, o gözəl melodiya, əsrarəngiz melodiyaların arxasında çox ciddi qanunlar gizlənir və başqa bir söz də deyir. Bilirsiniz də Qara Qarayev Moskvada oxuyurdu, Şostakoviçin sinfində, amma o deyir Üzeyir bəyin rolu haqqında, o mənim milli qəlbim uğrunda mübarizə aparırdı. Necə gözəl sözlərdir, necə gözəl bir etirafdır. Her gecem oldu keder, qüssə fəlakət sensiz. Her gecem oldu keder, qüssə fəlakət sensiz. Her nefes çektim heder, gitti o saat sensiz. Her nefes çektim heder, gitti o saat sensiz. Həqiqətən Üzeyir Hacıbəyli çox böyük işlərə imza atıbdır. Mən onu deyə bilərəm ki, bax Azad bəy Əmirov var, onun deyəsən Qori seminariyasında onlar bahəm oxuyublar və onun Leyli Məcnun operasının 10 illiyi ilə bağlı Üzeyir bəyi ünvanladığı bir məktub var, belə bir məktubu səsləndirmək istəyərdim. O deyir ki, Üzeyir bəy, sən elə bil ki, xalqın unudulmaqda olan o nəğmələrini, melodiyalarını bərpa etdin, yeni həyat verdin onlara. Və biz o sehirli dünyaya vardıq, özümüz də ofsunlandıq. Amma bununla sən işini bitmiş bilmədin. Öz sehirli çubuğunla sən gələcəyi göstərdin və o gələcək daha da işıqlı idi. Necə gözəl sözlərdir. Həqiqətən, Üzeyir Hacıbəyli kimi sənətkarların ölüm tarixi yoxdur. Onlar ancaq doğum tarixi. Bax, onu biz deyə bilərik. Çünki bu insanların bütün əməlləri, bütün yaratdıqları, bütün düşüncələri, fikirləri gələcəyə ünvanlanıbdır. Və Üzeyir bəy də bax, o gələcəyə baxan və bizim Azərbaycan musiqisini bugün də idarə edən böyük bir sənətçidir. Ona görə mən burada Fikrət Əmirovun bir mülahizəsini söyləmək istəyərdim. O deyirdi ki, biz hamımız Üzeyir bəy məktəbindən çıxmışıq. Həqiqətən biz hamımız, nəinki bəstəkarlar, musiqiçilər də, musiqişünaslar da, ifaçılar da biz Üzeyir bəyə çox minnətdarıq. Heç də təsadüfi deyil ki, onun dünyaya gəldiyi tarix 1885-ci il 18 sentyabr xalqımız üçün bayram təqvimidir. Bu gün də Azərbaycan professional musiqi mədəniyyətinin təbliği və inkişafı istiqamətində görülən hər bir addım dahi bəstəkarımız Üzeyir bəyin irsinin davamı kimi onun xatirəsinə olan ən böyük ehtiramdır.
Üzeyir Hacıbəyovun yaşadığı hər gün bizim üçün qiymətlidir. Üzeyir Hacıbəyovun yazdığı hər bir əsər, hər bir not vərəqi bizim üçün qiymətlidir. Və Üzeyir Hacıbəyovun ictimai siyasi fəaliyyəti əvvəldən axıra qədər bizim üçün qiymətlidir. Çünki bunlar hamısı Azərbaycan xalqının dirçəlməsinə, Azərbaycan xalqının mədəniyyətinin inkişaf etməsinə, Azərbaycan xalqının özünü tanınmasına xidmət edibdir. Bu xidmətlər heç vaxt unudula bilməz. Bu xidmətlər əvəzsizdir.